Oktyabr 2025-ci il. Bugün Bərdə rayonunda terror qurbanlarının xatirəsi yad edildi. Anım tədbirində Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət xanım Şadlınskaya, hüquq mühafizə orqanlarının, idarə müəssisə təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, həlak olanların ailə üzvləri və yaxınları iştirak etdilər. Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Bərdə rayonuna atılan raketlər nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə güllər düzüldü, xatirələri yad olundu. Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan Silahlı Qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərində beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirmişdi. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərini hədəfə almışdılar. Bunun nəticəsində 21 nəfər həlak oldu, 82 nəfər yaralandı. Allah rəhmət eləsin cəmi şəhidlərimizə, məkanları cənnət, ruhları şad olsun.